Salam aleykum. Elhamdülillah bu ildə Ramazana yetişdik. Deməli, təbii ki, Ramazan bizim üçün müqəddəsdir, əzizdir və biz Ramazanı da Allahın rizası üçün tuturuq. Allah rizası üçün tutulan Ramazan təbii ki, bizə ziyan da deyil və çox insanlarımız bizim çəkinir, qorxur ki, mənim xəstəliyim var və xəstəlik tutaram, bədənim zəifləyər, belə bir düşüncələrdə olurlar. Ümumiyyətlə Allah tərəfindən insanlara məsləhət görülən bütün əməllərdə şəfa var, hamısında. Bunların içərisində isə sırf oruc haqqında isə, sırf orucun şəfası haqqında adlı bir hədis də var. Deyir ki, oruç tutun, şəfa tapın. Və Allah həmd olsun biz də orucumuzu şəfa tapmağa görə də tutmuruq. Hansısa bir xəstəliyimizi müalicə etmək üçün tutmuruq. Biz təbii ki, Allahın rizası üçün tuturuq. Allah qəbul eləsin. Amma mütləqdir ki, bunun dalınca şəfa var. Və bunu dünya da artıq bu fikrə gəlib, diyetoloqlar bu fikrə gəlib. İndi mən sizə biraz bunu açıqlayaq, biraz bunun içərisinə girək və görəsiniz ki, həqiqətən də oruç tutmağın nə qədər insana faydaları var. Biraz qısa mən məlumat verim. Çünki keçən ildə oruc haqqında mən danışığım var. Bəlkə də izləyicilərimiz dinləyibdir. Oruc zamanı insanın bütün bədəni istirahət edir. Bütün bədəni. Deməli, normalda bizim 7-8 litr qanımız olur. Bədəndə dövr eləyir və bu qan oruçlu vaxtda həzmdə iştirak eləmir. Bütün bədəndə dövr eləyərək bütün bədən toxumalarını yaxşı qidalandırır. Və bunların başında da nə gəlir? Bizim beynimiz gəlir. Çünki beynimiz yaxşı qanla təchiz olunur və qansızlıqdan və qidasızlıqdan əziyyət çəkmir. Adam deyər ki, niyə beyin oruçlu vaxtda qidasızlıq ola bilir? Deməli, biz günorta vaxtı yeyəndə, belə deyərdim ki, yaxşı da yeyəndə təxminən bizim qanımızın 40% həzmdə iştirak edir və beynimiz bir növ unudulur. Və hətta günorta yeməyindən sonra biraz yuxunun gəlməsi, biraz yaddaşın kortalması, biraz halsızlıq kimi belə halların olması o deməkdir ki, beyin tam olaraq qanla təchiz olunur. Amma oruçlu vaxtı bunların heç biri baş vermir və beyin yaxşı qanla yuyulur və bu da bizim beynimizi qoruyur. Gələcəkdə beynimiz, beyin mənşəli xəstəliklər, bunlar çoxdular. Sklerozdur, Alzheimerdir, demensiya, bunlar çoxdular. Bunların heç birinə tutulma baş vermir. Oruçlu zaman, deməli, insan vücudunda bir ayda nələr olur? İndi mən onları bir-bir yavaş-yavaş deyim, baxın. Biz oruç tutanda bizim bədənimizdə fagositoz deyilən bir proses baş verir. Bu fagositoz nədir? Bizim hüceyrələrimizdə, hüceyrələr arası mayedə makrofaqlar var. Makrofaq böyük hüceyrələrdir. Bax, bu makrofaqlar gəlir, elə bil ki, bunlar gəzir, hüceyrələrin arasında gəzirlər. Hansı xəstə hüceyrələr var? Hansı qocalmış fəaliyyətdən düşmüş hüceyrələr var? Hansı hüceyrələr ki, bizim beynimizə tabe olmadan müstəqil böyümək istəyən hüceyrələr var? Bax, bunların adlarını bir-bir deyirəm ki, bunların hər biri bir xəstəliyə səbəb olur. Və bu makrofaqlar gəlir, bunların hamısını udur. Deməli, alimlər araşdırıblar ki, əsasən də Yapon alimləri. Görüblər ki, oruçlu vaxtı, yəni aclıq keçirdən vaxtı hüceyrələrin əlavə qidası olmadığından və bu hüceyrələr öz hüceyrələr arasındakı qoca, yaşlı, xəstə, insan vücuduna tabe olmayan hüceyrələrin hamısını qida kimi yeyir. Yəni makrofaqlar tərəfindən qida kimi yeyilir və hüceyrələr təmizlənir. Deməli, əgər xəstə hüceyrə bizim bədənimizdə qalarsa və bu xəstə hüceyrə məsələn, bunun əgər genində də bir xəstəlik olarsa, bu 2-yə bölünərsə, sonra həmin 2 4-ə bölünür, sonra həmin 4 8-ə bölünür və həmin 8 16-ya bölünür və bu yolla bizim bədənimizdə, bizim beynimizə, vücudumuza tabe olmayan hüceyrələr artır, çoxalır və beyin bunları idarə eləmir. Bu hansı xəstəliklərdir? Bu şiş xəstəliklərdir. Məsələn, xərçəng. Bax, belə əmələ gələ bilir. Ümumiyyətlə, bu da araşdırılıb ki, aclıq keçirdən, oruç tutan ərazilərdə yaşayan insanlarda xərçəng tutulma ehtimalı çox az olur. Çox az olur. Sonra bir xəstəlik qrupları var ki, bu xəstəlik qruplarında insan öz bədənini zədələyir. Bax, bu xəstəliklər isə həddindən artıq çoxdur. Məsələn, Hashimoto xəstəliyi. Hashimoto qalxanvari vəziyyədə autoimmun xəstəlikdir. Şegren xəstəliyi. Şegren xəstəliyi qulaq tibi vəzinin və boğazın müxtəlif nahiyələrinin
iltihabi xəstəlikləridir. Sonra reumatoid poliartrit müxtəlif oynaqların hərəsində, oynaqların özündə əyilmələr əmələ gəlir, deformasiyalar əmələ gəlir və şiddətli ağrılar olur. Hətta elə ağrılar olur ki, bu insanlar ağrının şiddətindən belini dəyə bilmir, düz qalır. Ankilozan spondilit xəstəliyi məsələn, bax bu sırf olaraq beldə baş verən autoimmun xəstəliklərdən biridir. Sonra psoriaz, dəridə kəpələnmələr əmələ gəlir, qabıqlanmalar əmələ gəlir və qaşınmalar əmələ gəlir. Bu da çox təhlükəli xəstəlikdir. Sonra autoimmun hepatit. Heç bir səbəb olmadan qaraciyərə məxsus bütün simptomlar hamısı kəskin formada qalxır və müalicə olunmayanda xəstə ölə bilir. Sonra sarkoidoz xəstəliyi var. Bax bu xəstəlikdə də heç bir səbəb məlum olmadan, törədici olmadan ağciyərdə müxtəlif kavernalar əmələ gəlir və xəstə həddindən artıq çox əziyyət çəkir. Sonra qırmızı qurd deşənəyi var. Bu qırmızı qurd deşənəyində də dəridə müxtəlif qırmızı səpkilər əmələ gəlir. Burun ətraflarında belə kəpənək, qırmızı kəpənəyə bənzər səpkilər əmələ gəlir və çox ağır bir xəstəlikdir. Ağciyərlərdə fibrozlaşma əmələ gəlir və xəstələr fibrozlaşmanın ağırlaşma dərəcəsindən ölür. Sonra lupus xəstəliyi var. Dəridə böyük yaralar əmələ gəlir. Bu da autoimmun xəstəliklərdən biridir. Yəni bu xəstəlikləri biz nə qədər saya bilərik? Bax bu xəstəliklərin hamısı qeyri-düzənsiz qidalanmadan sonra, əksər vaxt qeyri-düzənsiz qidalanmadan sonra əmələ gəlir. Deməli, biz düzənsiz qidalanarıqsa əgər, bizim həm vücudumuzda bizim beynimizə tabe olmayan hüceyrələr əmələ gəlir və beynimiz lazımsız yerə antitellər göndərir. Məsələn, tutalım ki, bu xəstəliklərdən birini izah eləyək. Tutalım ki, məsələn, hamımızın daha çox rastlaşdığı reumatoid poliartrit. Bu nədir? Bu xəstəlik zamanı oynaq ətrafı yumuşaq toxumuya bizim bədənimiz antitel göndərir. Və bu zaman həmin hissədə şişmə olur, böyümə olur, şiddətli ağrılar olur və bundan sonra şişmə, böyümə o dərəcəyə gəlib çatır ki, oynağı əyir. Və bu xəstələr bir müddətdən sonra yatağa düşür, yeriyə də bilmir. Bu autoimmun xəstəliklərdən biridir. Əgər biz gündə 2 dəfə səhər-axşam düzənli qidalanarıqsa əgər, biz xəstəliyin artıq 50% müalicəsinə qədəm qoymuş oluruq. Amma biz sağlam vaxtda orucumuzu həmişə tutarıqsa əgər və eyni zamanda həftədə də 2 dəfə 1-ci, 4-cü gün oruçlarına riayət edəriksə əgər, bu zaman bu xəstəliyin bizdə olma ehtimalı 100 dəfələrdən aşağı düşür. Yəni mən bunu məsələn reumatoid poliartriti misal olaraq çəkdim. Autoimmun xəstəliklər indiki dövrdə həddindən artıq çoxalıb. Demək olar ki, hər 2 adamdan 3 adamdan biri artıq Hashimoto'dur. Qalxanvari vəzdə Hashimoto, autoimmun xəstəliklər var. Yəni biz inşallah ki, təbii ki, Allah üçün oruç tutaraq bütün bədənimizdən təmizlənirik. Bütün bədənimiz şılaqlardan təmizlənir, daxili orqanlarımız şılaqlardan təmizlənir, dərimiz, daxili orqanlarımız, bağırsaqlarımız gör nə qədər təmizlənir ki, deməli, bağırsaqlarımız həm qanla təchizatı yaxşılaşır və bağırsaq hər bir insanda 4-5 kiloqrama qədər bağırsaq daşları olur. İnsan bu daşlardan təmizlənir, düzdür, hamısından yox, böyük bir hissəsindən təmizlənmə əmələ gəlir və ən əsası odur ki, düzənsiz qidalanmada insan bağırsaqlarında xovlar var. Bax, o xovlarda məməciklər var. O məməciklər bizim yediyimiz qidadan müəyyən mikronda olan, məsələn, yağ kürəciklərini bizim bədənimizə buraxa bilir. Qeyri-düzənsiz qidalanmada o mikronların ölçüləri böyüyür və böyük yağ kürələri bizim bədənimizə daxil olub piylənmələr baş verə bilir. Baxın, adi elementar bir orucla biz böyük bir məsələlərə, gələcəkdə bizi yatağa salan şəkər xəstəliyi, məsələn, şəkər xəstəliyi autoimmun xəstəliklərdən biridir. Eyni zamanda endokrin sistem xəstəliklərindən də biridir. Şəkər xəstəliyinin baş verməməsi üçün birinci növbədə nə etməliyik? İnsulin direncini aşağı salmalıyıq. İnsulin direncini aşağı salmaq üçün birinci növbədə aclıq eləməliyik. Aclıqdan başqa insulin direncini aşağı salan heç bir müalicə üsulu yoxdur. İnsulin direnci əgər aşağıdırsa, bu insan şəkər ola bilməz, mümkün deyil. Ola bilər ancaq birinci tip şəkər. Yəni o da güclü qorxular, stresslər keçirdəndə əsasən uşaqlarda baş verir. Yəni mən ikinci tip şəkər, yəni yaşlı insanları deyirəm ki, mümkün deyil ola bilsin, ola bilməz. Yəni mən bunların hamısının içərisinə detalına girməkdə məqsədim sizə çatdırmaq odur ki, bədənimizin zəifləməsindən qorxub orucunuzu tutmamaq haqqında düşünməyin. Orucunuzu tutun. Allah qəbul eləsin. İnşallah ki, bax bu saydığım xəstəliklərin əmələ gəlməməsinin elə başlanğıc mərhələsindən siz qurtula bilərsiniz sadəcə olaraq tək Ramazan orucu ilə.
bədənimiz sağlamlaşacaq, bədənimiz təmizlənəcək, şlaklardan təmizlənəcək, hüceyrələrimiz təmizlənəcək, beynimiz yaxşı işləyəcək, mədaltı vəzifimiz, qaraciyərimizdə yığılmış depo təmizlənəcək, dəraltı toxumaya yığılmış depo təmizlənəcək. Yəni bunun o qədər faydaları var. Mən sizin həqiqətən də yormaq istəmirəm başınızı. Amma mən inanırsınız səhərə qədər danışaram. Orucun o qədər faydaları var ki, bundan danışıb qurtarmaq belə olmur ki, bunun nə qədər faydaları var. Sadəcə olaraq mən bunu sizə çatdırmaq mən borc bildim. Allah hamının orucunu qəbul eləsin, bizimki də etsin də. Amin. Sağ olun.